günə 8 energetik içki içən kişinin aqibəti insult olub. Həkimlər isə məhz bu içki ilə bağlı daha da sərt qaydaların qəbul olunmağını tələb eləyir. Friends serialından bir çoxlarımızın tanıdığı və uşaq vaxtı aşiq olduğu Matthew Perry'nin ölümündə isə həkimlər günahlandırılır və həbs ediliblər. Detalları birazdan biləcəksiniz. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Qanaxma var deyə Babasil adlandırıb müalicə eləyirsinizsə, bağırsaqlarınızda olan xərçəngin daha da böyüməyinə səbəb olursunuz. Bu barədə həkim Rövşən İbişov danışıb, detallara baxaq. Hər anus dəliyi qanaxması Babasil deyil. Anus nahiyəsində qanaxma şikayəti olan uşaqlar ev şəraitində Babasil diaqnozu ilə müalicə olunur və daha sonra bunun çox ciddi fəsadları olur. Bu barədə gastroenteroloq hepatoloq doktor Rövşən İbişov STV xəbərə verdiyi müsahibədə deyib. Hər anusdan gələn qanama Babasil deyil. Özümüzü aldatmayaq, bir çox hallarda isə anusdan gələn qan poliplərdən, kolitlərdən, hansı ki biz buna xoralı kolitlər deyirik. Hətta bir sıra xəstəliklər var ki, xərçəkdən də hətta qanaxma verə bilər. Hətta bir xəstəni mən sizə nümunə gətirmək istəyirəm. 8 yaşında bir uşağın 3 həftə müddətində anus nahiyəsindən, yəni arxa nahiyədən qanaxması olub və həkimə aparıblar və həkim ona valideynlərinə bildirib ki, anusdan gələn qanama çox vaxtı, əksər hallarda çatdan, Babasildən olur. Götürüb neyniyib, götürüb şam və kremlərdən istifadə edib 3 həftə müddətində uşağın qanaxması dayanmayıb. Və ondan sonra bizim yanımıza müayinəyə gəlib və həmin müayinə əsnasında biz bağırsağın endoskopik müayinəsini etdik. Çünki Babasil və çatdan istifadə olunan hər bir dərmanı istifadə eləmişdi, amma qanaxma keçmədi. Biz bağırsaq müayinəsini etdik və bağırsaq müayinəsində isə 8 yaşında bir uşaqda bağırsaqda, düz bağırsaqda böyük bir polip aşkar etdik, hansı ki o polip də qanaxma verirdi və qanaxmaya görə də biz həmin polipi aşkar etdik və onu çıxartdıq və oranı yandırdıq. Ondan sonra artıq həmin uşağın uzun müddət oldu ki, artıq heç bir qanaması yoxdur. Bu da deməkdir ki, hər düz bağırsaqda olan qanama uşaqdan böyüyə fərq etməz. Uşaqdır, böyükdür, orta yaşlıdır, fərq etməz. Bunun diaqnostikası olmalıdır. Hər qanaxma çat deyil, hər qanaxma Babasil deyil. Hər qanayan xəstəyə isə individual yanaşmaq lazımdır. Endoskopik müayinə mütləqdir ki, orada o səbəb aşkarlansın. Onu müalicəlikdirsə müalicə, əməliyyatlıqdırsa əməliyyat icra olunmalıdır. Həkim aylarla yanlış müalicə alan azyaşlının vəziyyətini misal göstərərək vurğulayıb ki, belə hallarda səbəb tam araşdırılmalı, endoskopik müayinələr vaxtında aparılmalıdır. Çünki uşaqlarda xəstəliyi ilkin mərhələdə aşkarlamaq, ağırlaşmaların qarşısını almağa və müalicəni daha effektiv qurmağa imkan verir deyə doktor Rövşən İbişov qeyd edib. Bilirdiniz ki, canlıları biologiyada 4 hissəyə ayrılırlar və onlardan bir hissəsi heyvanlardır. İnsanların da həmin o heyvanların içərisinə daxil edirlər. İkinci bitkilərdir, üçüncü bakteriyalar, sonuncu isə bilirsinizmi nədir? Göbələklər. Göbələk nə bitkidir, nə insandır, nə bakteriya. Tamamilə başqa, elə bir ki, yad planetdən gəlmiş bir tərkibi var. Ona görə də fərqli canlı növüdür. Bu göbələklərin isə bəziləri həddindən artıq xeyirli və insanı yaşadandır, digərləri isə öldürücü, zəhərli. Qida zəhərlənmələri içərisində göbələk çox ciddi yer tutur. Bir çox xarici ölkələrdə isə artıq həyəcan təbili çalır, çünki zəhərli göbələklər öz formasını dəyişib, yeməli göbələklərə çevrilməyə başlayıblar. Maraqlı xəbərdir, birlikdə baxaq. Göbələkdən 21 zəhərlənmə hadisəsi. Kaliforniya rəsmiləri qəfil artan zəhərlənmə halları fonunda vətəndaşları yabani göbələk toplamağın ciddi təhlükələri barədə xəbərdar edib. Səhiyyə Departamentinin məlumatına görə amotoksinlə zəhərlənmənin 21 hadisəsi qeydə alınıb və onların çoxunun mənbəyi ölümcül zəhər daşıyan ağ zəhərli göbələkdir. Bu göbələk görünüşünə və dadına görə çox vaxt yeməli növlərlə səhv salınır. Hadisələrin nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə xəstə, o cümlədən uşaq ağır
qaraciyər zədələnməsi səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan ən azı birinə qaraciyər transplantasiyası lazım ola bilər. Rəsmilər bildirib ki, yağışlı hava zəhərli növlərin artmasına şərait yaratdığı üçün hazırki mövsümdə yabani göbələk yığmaq xüsusilə risklidir. Toksik göbələk qəbulundan 24 saat ərzində qarın ağrısı, ürək bulanma, qusma və ishal yarana bilər. Bu əlamətlər keçici olsa da, daha sonra ağır qaraciyər fəsadları inkişaf edə bilər. Yaşınız 16-dan aşağıdırsa, sosial şəbəkə artıq sizə qadağandır. Görək bu qadağanı hansı ölkə qəbul edib və bunu necə tənzimləyəcəklər? Onu deyim ki, nə valideynlər, nə uşaqlar cəzalandırılmayacaq. Amma sosial şəbəkədən istifadə edən şəxsin yaşı 16-dan aşağıdırsa, bax həmin o sosial şəbəkənin rəhbərliyi çox böyük, ciddi cərimələrə məruz qalacaq. 16 yaşlı uşaqlar üçün sosial şəbəkə qadağası. Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdə qadağa tətbiq edib. Yeni qərara əsasən yeniyetmələr Facebook, Instagram, TikTok, X, YouTube, Snapchat, Threads, Reddit, həmçinin Kick və Twitch kimi platformalarda yeni hesab aça bilməyəcək. Mövcud hesabları isə mərhələli şəkildə deaktiv ediləcək. Hökumət bu addımı uşaqları sosial şəbəkələrin zərərli paylaşımlarından və psixoloji təhdidlərdən qorumaq məqsədi ilə atdığını bildirib. 2025-ci ildə aparılan araşdırma 10-15 yaşlı uşaqların 96%-nin sosial şəbəkələrdən istifadə etdiyini və onların böyük hissəsinin qadın düşmənçiliyi, zorakılıq, intihar və qida pozuntusu kimi problemlərlə üzləşdiyini göstərib. Qadağanın icrasına nəzarət əsasən platformaların üzərinə düşür. Qaydanı pozan şirkətləri 49,5 milyon Avstraliya dolları, yəni təxminən 56 milyon manata dək cərimə gözləyir. Sosial şəbəkələr yaşın təsdiqi üçün dövlət sənədi, üz və səs tanıma ya da davranış analizi kimi texnologiyalardan istifadə etməlidir. Məsələdə uşaqlar və ya valideynlər cəzalandırılmır. WhatsApp, YouTube, Kids və Google Classroom qadağaya daxil edilmir. Lakin Roblox və Discord üçün məhdudiyyətlərin genişləndirilməsi gündəmdədir. "50 yaşından sonra qaçmaq nə qədər doğrudur?" Bu sualın cavabını alimlər aylarla tədqiqat aparıb veriblər. Bir çoxları deyir ki, yaşlı insanlarda sümüklər biraz zəifləyir, qaçmaq doğru deyil, amma alimlər deyir ki, tam əksinə. Sürətlə yerimək və qaçmaq 50 yaşdan sonra sağlamlığı qorumağın ən gözəl üsullarından biridir. Məncə, yaşlı insanlar üçün bir marafon təşkil eləməyin zamanıdır, amma biraz havalar xoş olandan sonra. 50 yaşdan yuxarı olanlar üçün qaçış faydalıdırmı? Yeni araşdırma göstərir ki, 50 yaşdan yuxarı insanlar üçün qaçış hərəkətliliyi artırmağın ən sadə və təsirli yollarından biridir. Health.Mail.ru-nun məlumatına görə tədqiqat yaşlanmanı modelləşdirən siçanlar üzərində aparılıb və nəticələr koordinasiya, çeviklik və hərəkət sürətində əhəmiyyətli yaxşılaşma göstərib. Mütəxəssislər bildiriblər ki, orta yaşlı siçanlarda 30 gün ərzində qaçış imkanı yaradıldıqda onların dopamin ifrazı aktivləşib və beynin hərəkətə cavabdeh sahələrində sinir ötürülməsi güclənib. Bu proses fiziki gücü dəyişməsə də onların hərəkət qabiliyyətini nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıb. Araşdırma göstərir ki, müntəzəm yüngül qaçış və ya sürətli gəzinti 50 yaşdan yuxarı şəxslərdə oynaqların çevikliyini qorumağa, gündəlik fəaliyyətləri daha rahat yerinə yetirməyə və ümumi həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Hamımızın çox sevdiyi Friends serialının baş qəhrəmanlarından biri ötən il vəfat etdi. Ölümündən bir müddət keçəndən sonra tibbi skandal başladı. Çünki həkimlərin bilərəkdən aktyoru müəyyən dərmanlardan asılı elədiyi xəbərləri yayılmağa başladı və bugün hökm oxunub, məlum olub ki, həqiqətən həkim aktyoru bilərəkdən dərmandan asılı eləyib ki, ondan pul alsın. Məhkəmədə aktyorun valideyninə həkim bilirsinizmi nə deyib? Bizim tibb müəssisəsi kifayət qədər pul qazana bilmədiyi üçün mən buna məcbur idim və çox peşmanam. Sanki onun peşmanlığı aktyorun anasını ürəyini sakitləşdirəcək, oğlunun itkisini qaytaracaqmış kimi. Amma həkim könüllü olaraq da öz lisenziyasından imtina eləyib. Üstəlik, sadəcə 5 aylıq həbs cəzası alıb. Detalları izləyək.
Matthew Perry'nin ölümü ilə bağlı həkim həbs edildi. Amerika Birləşmiş Ştatında aktyor Matthew Perry'nin ölüm işi üzrə ittiham edilən 5 nəfərdən biri olan Kaliforniya həkimi Salvador Plasencia 30 ay federal həbs cəzası alıb. Məhkəmənin qərarı Los Ancelesdə elan edilib. Prokurorluq onun aktyora uzun müddət qanunsuz şəkildə ketamin satdığını və Perry'nin asıllıq vəziyyətindən maddi qazanc məqsədi ilə istifadə etdiyini bildirib. Perry'nin ailəsi məhkəmədə verdiyi açıqlamalarda Plasencia'nı ən çox məsuliyyət daşıyan şəxs adlandırıb və aktyora qarşı səhnənkarlıq etdiyini vurğulayıb. Anası Susan Morrison həkimin yazışmalarında Perry'nin təhqir etməsini işarə edərək bunun Hippokrat andına tam zidd olduğunu deyib. Plasencia isə çıxışı zamanı ailədən üzr istəyərək hərəkətlərinin izahı olmadığını, klinikasının maliyyə çətinlikləri fonunda yanlış qərarlar verdiyini etiraf edib. O artıq tibbi lisenziyasından könüllü imtina eləyib. İstintaq materiallarına görə həkim aktyora həm evində, həm də Long Beach ərazisində ketamin inyeksiyaları vurub. Həmçinin Perry'nin köməkçisinə də bu proseduru öyrədib. İş üzrə digər 4 şəxs də günahını qəbul edib və yaxın aylarda hökm oxunacaq. İnsult vurub, demək olar ki, ölümcül vəziyyətdə xəstəxanaya gətirilib. Müəyyən müdaxilələrdən sonra nisbətən təzyiqi düşüb və evə gedib. Evdə yenidən təzyiq qalxıb. Həkimlər heç cür anlaya bilmirmiş ki, səbəb nədir. Sonradan məlum olub ki, adam günə 8 energetik içki içirmiş. Bunun nəticəsində də bayaq danışdıqlarım baş verirmiş. Bütün dünya hazırda energetik içkilərin qadağasıyla bağlı yeni qaydaların qəbul olunmağı haqqında danışırıq. Xüsusilə bunu həkimlər tələb edirlər ki, energetik içkiləri xüsusi olaraq üzərində yazılmalıdır ki, günə bir ədəddən artıq içmək olmaz və sair və ilaxır. Ümumiyyətlə, heç içməsəniz daha yaxşıdır. Çünki bədəni süni şəkildə gücləndirən o hər nədirsə, heç də sağlamlıq gətirmir. Günə 8 ədəd energetik içki içdi və insult keçirdi. Böyük Britaniyada sağlam həyat tərzi sürən 50 yaşlı kişi gündə 8 enerji içkisi qəbul etdikdən sonra insult keçirib. Hadisə BMG Case Reports jurnalında dərc edilən klinik hesabatda ətraflı təsvir olunub. Xəstə tibb mərkəzinə sol tərəfdə kiymə, nitq çətinliyi və tarazlığın pozulması şikayətləri ilə daxil olub və onda talamus nahiyəsində insult təsdiqlənib. Müayinə zamanı kişinin qan təzyiqi 254/150 mm civə sütununa olub ki, bu da son dərəcə yüksək göstərici sayılır. Həkimlər təzyiqi dərmanla nəzarət altına alsa da, gecə bu hal təkrarlanıb. Yalnız energetik içkilər barədə biləndən sonra müalicə nəticə verməyə başlayıb. Hər içkidə təxminən 160 mg kofein olduğu üçün onun gündəlik istifadəsi 1280 mg-a çatıb. Həkimlərin məsləhəti ilə bu içkiləri tam dayandırdıqdan sonra təzyiq normallaşıb və dərmanlara ehtiyac qalmayıb. Bununla belə xəstə sol tərəfdəki tam hissiyatı bərpa edə bilməyib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.